Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin təqdimatı olub. Milli rəqs qrupu və orkestrın birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən gürültülü alqışlarla müşahidə olunub. Xüsusilə diqqət çəkən məqamlardan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın da tədbirdə şəxsi iştirakı olub. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirilməsi bu anı daha da əlamətdar edib. Abu Dabidə bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olan Qarabağ atlarının, musiqimiz və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edib.